Hər birinizi salamlayıram. Bu videoda müəllimlərin işə qəbulu imtahanı 2026-cı ilin suallarına baxacağıq. Sualların bir hissəsinə, yəni əsasına baxacağıq. Digər suallar isə Günay müəllim izah edəcək. Günay Abdullayeva. İndi isə gəlin birinci sualdan başlayaq. Birinci sual nə deyilir? Cədvəldə sorğular və bu sorğuların internetdə aparılan axtarış nəticəsində tapılan səhifələrin sayı göstərilib. Book or phone and not car sorğusunun axtarış nəticəsində neçə səhifə tapılar deyə soruşur bizdən. İndi əvvəlcə biz ona baxmalıyıq ki, ona nəzarət etməliyik ki, carla, burada car və phone var. Buna diqqət yetirin. Carla fonun ayrı-ayrıdakı elementlərinin sayı 70 ilə 55-dir. Yəni bu sorğular nəticəsində tapılan səhifələrin sayı 70 ilə 55-dir. Deyir ki, bunların cəmi, yəni carla fonun cəmi 125-dir. Deməli, burada bir kəsişmə yox imiş. Çünki kəsişmə olsaydı, bunların cəmi avtomatik mənə bunu verməzdi. Müəyyən hissəsi kəsişməyə sərf olunardı. Ona görə, deməli, sən demə, bu carla fonun ortaq bir kəsişməsi yoxdur. Bunlar ayrı bir, yəni bir-birindən ayrıdır. Və bunların ortasında nə var? Bunların ortasında isə book var. Deməli, car buraya yazaq gəlin, fonu buraya yazaq və book isə bunların ortasındadır. Bu belə. İndi nə deyir mənə? Deyir ki, bookla fonun kəsişməsi 45-dir. Bookla fonun kəsişməsi 45-dir. Fon nə qədərdir? Fon 55-dir. Onda bura nə qədər qalacaq? 10 qalacaq. Çünki əgər fon 55-dirsə, 45 onların kəsişməsidirsə, 10 da qaldı təkcə fona. Ondan sonra car nə qədərdir? Car 70-dir. Yəni bu hissə, gəlin bunu highlight edək buradan. Baxın, bu hissə mənə nə verir? 70 verir. Ümumilikdə opşi 70-dir. Bu hissədə mənə verir nə? Buradakı hissədə mənə verir nə? 55. Yəni sualın şərtində yazılan hissədir bu. 55-dir bu da. İndi bu üçünün birləşməsi əgər 150-dirsə, onda yalnız bu hissəyə hansı ədəd düşəcək, hansı neçə sayda səhifə düşəcək? Təbii ki, bu ikisinin cəmini 150-dən çıxmalıyam. Yəni 70 ilə 55-in cəmi eləyəcək 125. 125 bu ikisidirsə, 150 isə 3-dürsə, onda 150-dən 125 çıxanda qalacaq nə? 25. Deməli, 25 də nəymiş? Bu ortaymış. Bu belə. Əgər bizdən nəyi soruşur? Soruşur ki, bookla oru birləşdir, amma not car. Artıq mən carla bookun kəsişməsini tapmalıyam. Yəni buranı tapmalıyam. Buranı tapmaq asandır. Çünki booku mənə verib 75. Bura 25-dirsə, bura 45-dirsə eləyəcək 70. Onda sual işarəsi nə olmalıdır? Ümumi 75 olması üçün sual işarəsi 5 olmalıdır. Bura 5-dirsə, bura nə qalacaq? 65 qalacaq bu hissə. Mənə deyirdi? Deyir ki, bookla fonu birləşdir. Bookla fonu birləşdir, amma car olmasın. Yəni car lazım deyil. Not deyir burada. Deməli, məndən haranı istəyir? Gəlin oranı da göstərək. Ümumilikdə qırmızı ilə. Məndən istədiyi hissə, baxın, burada. Bookla fonu birləşdir, amma car olmasın. 25 üstə gəlinsin. 25 üstə gəlinsin. 55, yəni 45 ilə onun cəmi 55. O da deyəcək nə? 80. Doğru cavab A variantı. Aha, gəlin ikinci sualı nəzərə yetirək. İkinci sual hansı bölmədəndir? Alt logo bölməsindəndir və biz nə edək? İndi gəlin bunu screenləyib o tərəfdə Word-da çəkəcəyik. İlk öncə sizə qeyd etmək istəyirəm ki, burada təkrarla 5 var da. Mən təkrarla 5-i buradan görürəm ki, bu heç vaxt 10 bucaqlı, 8 gövşəli, 10 gövşəli ola bilməz. Əslində buradan ya 5 bucaqlı, ya 5 gövşəli ulduzlu. İndi nə edirik? Gəlin görək nə edirik? Baxaq görək alındıra biləcəyikmi? Çalışdığım qədər belə deyək də fiquru çəkməyə çalışacağam. Düzgün çəkməyə çalışacağam. Biraz diqqətli, səliqə tələb eləyir. Deməli, yoldaşlar, biz nə bilirik? Biz bilirik ki, bağa həmişə Ablogo proqramında, proqramlaşma mühitində mərkəzdə ortada dayanır. Doğrumu? O zaman mən bunu səliqəli şəkildə icra edeyim. İlk öncə irəli 100. Bax, irəli 100. Təkrarlı 5-ə hələ ki, kənarda saxlayıram. İrəli 100 eləyirəm. Bax, irəli 100 elədim. Tamam. İrəli 100 etdim. Deməli, belə dayanıb artıq bağa. Sağa 72. Sağa 72. Sağa 72. Baxın, bu şəkildə olmuş olacaq.
Siz köməkçi xətt çəkmiş olsanız, köməkçi xətt çəkmiş. Bura obşu 180-dır, burada 90-dır. Burada artıq 72 dərəcə olmuş olacaqdır. Deməli 72 dərəcə döndərdim sağa və irəli 100 gedirəm. İrəli 100 getdim. İrəli 100 getdim və bağa bu şəkildə dayandım. Sağa 144. Bağa belədirsə, bağanın solu buradır, sağı da bura. Deməli, bağa bu tərəfə dönməlidir. Sağa dönməlidirsə, mən bunları qarşılıqlı bucaqlar kimi görürəmsə, bura artıq 144 dərəcə olmuş olur. Bura 144 dərəcə olmuş olur. Daha sonra, bu birinci təkmə, birinci idi. İndi ikinciyə keçirəm. Ümid edirəm ki, hər şeyi düz çəkərəm. İkincidə, yenə, irəli 100 olmuş olur. Ya Allah. Aha, paralel çəkdim. Deməli, irəli 100, sağa 72. Sağa 72 belə olmalıdır. Düzdürmü yoldaşlar? Sağa 72 və irəli 100. Aha, bəs səliqəsiz oldu. Çəkməyə çalışaq düz. Aha, sağa belə bu şəkildə oldu və sağa 72-dən sonra, irəli 100-dən sonra sağa 144. Yəni, bağa bu şəkildə dayanmış olacaq. Bu şəkildə dayandıqdan sonra davam edirik. Bu ikinci təkrarım idi. Təbii ki, bunun biraz kiçildi, çox böyük oldu. Tam 100 deyil də. Biraz qısa çəkməyə çalışaq. Aha. Bu ilə paralel. Super. İndi irəli 100. İrəli 100 deyirəmsə, təbii ki, sağa budur. İrəli 100 deyirəmsə, bir dəqiqə. Burada nəsə səhv etdik. İrəli 100 deyirəmsə, bunun üstünə gəlməlidir. Bunun üstünə gəlməlidir və burada dayanmalı. Çünki 50-si buradadır, 50-si burada. Səliqəli çəkmədik. Bir dənə bu əylini düzəldə bilsəm. Əslində istəyirəm tam səliqəli olsun. Yoxsa görək də nə olur. Aha. Aha. Burada dayanacaq. Sonra sağa 72-ni bas, irəli 100, sağa 144. İkinci təkrarlanma etdim. İrəli 100, sağa 72, irəli 100 və sağa 144. Biraz eybəcər olmuş ola bilər, amma düşünürəm sonra aydın olacaq sizə. Sonra, bu da üçüncü təkrarım idi. Üçüncü təkrarımdan sonra bu bura gəlməlidir əslində. Sonra bu buradan belə getməlidir. Bu belə olmalıdır, bu belə olmalıdır. Mən buranı düzgün çəkə bilmədiyim üçün ulduz alınmayacaq. Bu 5 güşəli ulduzdur. Yəqin ki, siz artıq mahiyyətini tuta bilirsiniz. Çünki bucaqları düzgün çəkə bilmirəm. Biraz qabiliyyətim yoxdur. Yəni, bu 5 güşəli ulduz sizə verəcək. Gəldik üçüncü suala. Deyir ki, Excel 2010 proqramında cədvəl fraqmentinin seçilmiş müəyyən diapazon əsasında təqdim olunmuş diaqram yaradılmışdır. Diaqramın hansı diapazona aid olduğunu müəyyən edin. Əvvəlcə biz baxmalıyıq ki, burada faizlərlə işləsək biraz problemlidir. Çünki hər dəfə ümumini tapıb onun 40%-ni tapmaq, 20%-ni tapmaq biraz çətindir. Ona görə onun əvəzində nə etmək lazımdır? Gəlin bu x hissə olsun. Burası olacaq, əgər burası 20% isə, bunun 2 qatı nə olacaq? 2x. Deməli, bu hissələr nədir? 2x-dir. Çünki 20%-in 2 misli, yəni 40%-dir. Bu belə. Deməli, ümumilikdə bir ədəd olmalıdır. Digərləri isə bu ədədin 2 misli olmalıdır. O da ki, harada görülür, hansı diapazonda görülür? Baxın, bu diapazonda. Çünki başqa bir diapazon yoxdur ki, bu şəkildə olsun. Yəni 40 olacaq x, amma bunlar 2x olacaq. Yəni 2 misli. Yəni doğru cavab nədir? Doğru cavab B1-dən B3-ə qədər. C variantı. Baxaq bu suala. Bu sualda cavablarda problem var. Yəni bunlar deyil heç imtahanda da cavablar. Məsələn, bir sualın cavabın birində 4321 idi. Nə bilim, birində 4003021 idi və s. bu idi. İndi mən sizə düzgün cavabı göstərəcəm onsuz da. Gəlin icra eləyək. 1234 ədədi böyükdürmü sıfırdan? Bəli. K bərabərdir. K vurulsun 100, 0 vurulsun 100, 0. N modon, yəni 4. 4 yazdım. N də bərabərdir. 123 olmuş oldu. 123 böyükdürmü sıfırdan? Bəli. K bərabər 4 vurulsun 100, 400, pi 100. 3 bölünsün, yəni 3 mod 10 bizə 3'ü verilmiş olacaq. Bu da nəticə etibarilə 403 alınacaq. N də bərabərdir 12 olmuş olacaqdır. Gəlirəm 12 böyükdürmü sıfırdan? Bəli. 403 vurulsun 100. 4, 0, 3, 0, 0. Üstünə də gəlməliyəm 2'ni. Buradan da nəticə 4, 0, 3, 0, 2 olacaq. N də bərabərdir 1. Sonra
1 böyükdürmü 0-dan? Bəli. 4, 0, 3, 0, 2, 0, 0 üstəgəl 1. Buradan da nəticə 4, 0, 3, 0, 2, 0, 1 nəticəsi olmuş olacaq. N də 0 olur və yekun nəticə bizdə bu alınmış olacaqdır. Aha, deməli, burada ilk öncə onu vurğulayım ki, bu 240 yox, 4096 olmalıdır. 4096 olmalıdır. Mənim bir düsturum var. V bərabərdir piksel vurulsun dərinliyi. Piksel şəklinin eni ilə uzunluğudur. Mən birbaşa piksel yazıram. Rəng çalarda bərabərdir 2 üstündə dərinliyə. İlk öncə bura kimi mən məsələmi həll edib dərinliyi tapıram. 120 vurulsun 1024 vurulsun 8 bərabərdir. 160 vurulsun 4096. Vurulsun dərinlik bitlə. Sual verə bilərsiniz ki, niyə bitə çevirdim? Ona görə bitə çevirdim ki, dərinliyi axtarın və dərinliyin vahidi bitdir. İlk öncə bu ilə bunu ixtisar aparıram. Burada düşür 4. Daha sonra sıfırlarımı aparıram. Burada bu ilə bunu ixtisar aparıram. Bura düşür 3. Sonra bu ilə də bunu ixtisar aparıram. Bura düşür 2. Bir dəqiqə 4096 olmur. Sorry. 4096 yox. Deyəsəm 1024 idi. 12 vur, 120 vur 8 bölünsün 160. Bir dəqiqə indi deyəcəm. 120 vurulsun 1024 vurulsun 8 bölünsün 160 vurulsun 1024 idi. Bununla bu gedərdi. Bununla bu gedər. Hə, burada 1024 idi. Sonra üzrünü sayın 1024 idi burada. Hə. Deməli, bununla bu gedəcək. Bura düşəcək 2. Bununla da bu 2 ilə də bu gedir 6 bit. Hə, indi bu məsələni bura qədər həll elədik. İkincidə deyir ki, hər bir pikselin kodlaşdırılmasında eyni sayda bitdən istifadə olunur və rəng kodunda hər 2 bit üçün bir nəzarət biti təyin olunur. Bu qrafik təsvirin kodlaşdırılmasında istifadə olunan paytadakı rənglərin maksimal sayı. Dərinliyi biz 6 bit tapmışıq. Deməli, deyir ki, hər rəng kodunda hər 2 bit üçün bir nəzarət var. 6 bit əslində nədir? 2, 2, 2-dir, düzdürmü? Bax, bunun üçün də 1 bit təyin olunub. Bunun üçün də əslində 3 bit idi. Hər bit üçün 1 bit nəzarət kodu tətbiq olunubsa 6 bit alınıb. Deməli, nə olmuş olacaq? 2 üstündə 6, 64. Deməli, bizim rəngçalarımız 64. 5-ci suala. Deyir düzgün yazılmayan fayl adlarını müəyyən eləyin. Ümumiyyətlə, gəlin faylın adlarında Windows əməliyyat sistemində qadağan olunan simvollara baxaq. Onlar hansı simvollardır? Deməli, slash işarələri, sonra 2 nöqtə, ulduz, sual, dırnaq işarəsi, sualı yazdıq. Ondan sonra böyüklük, kiçiklik işarələri və belə düz xətt. Bunlar qadağan olunmuş simvollardır fayl adlarında. İndi baxaq görək bunlar harda istifadə olunub. Misal üçün A variantında dırnaq istifadə olunub. Ona görə bu yanlışdır. Düzgün yazılmayan fayl adıdır. Gəldik school ulduz 456. Ulduz var deyə, baxın ulduz olmaz. Ona görə 2 də düzgün deyil. 3-ə gəldim. Bu işarə qadağan olunmuş simvolların arasına daxil deyil. Ona görə 3 doğrudur. Hesabat, deməli 6 xətt 2026. Burada hər hansı bir qadağan olunmuş simvol yoxdur. Ona görə bu da doğrudur. Foto sual. Sual varsa deməli nədir bu? Qadağan olunmuş simvoldur. Ona görə 5 olmaz. 1, 2, 5 doğru cavab A variantı. 6-cı sualın izahı ilə davam eləyək. Təqdim olunmuş naxşı çəkmək üçün bağaya hansı komandalar verilməlidir? Əvvəlcə burada biz görürük ki, variantlarda təkrarlar 4 dəfə yazılıb. Yəni, müəyyən bir fraqment 4 dəfə təkrarlanmalıdır. Amma hansı fraqmentin 4 dəfə təkrarına gəlin baxaq. Misal üçün, mən buradan bu şəkildə bir traktoriya izləsəm, bu birinci addım, ikinci olaraq yenə eyni traktoriya, üçüncü olaraq yenə eyni traktoriya, dördüncü olaraq yenə eyni traktoriya. Yəni, burada olan əsas hissə odur ki, siz hansı hissənin, hansı fraqmentin 4 dəfə təkrarlandığını tuta biləsiniz. Və burada gördük ki, baxın, bu hissə, bizdə bu hissə 4 dəfə təkrarlanır. Bu və bu. Bu hissə 4 dəfə təkrarlandı. İndi, içərisində, yəni bu kvadrat mötərizənin içərisində yazılan hansı hissənin, hansı funksiyanın 4 dəfə təkrarlarına baxaq. Yəni, bu hansı deməli, əmrlərin ardıcıllığıdır. Əgər bağa burada əvvəlcə bu istiqamətə dayanırsa, deməli, bu qabağa 100 addım getməlidir. Yəni, irəli 100 addım. İrəli 100 addım olmalıdır.
Gəlin elə variantlardan çıxdaş eləyək. İrəli 50 getdi və qalanlar qaldı. Növbəti, sağa 90 dərəcə dönməlidir. Yəni bu istiqamətdən bura 90 dərəcə dönməlidir. Onda sağa 90 dərəcə dönmə əməliyyatını verməliyik. Sola 90 yanlışdır, sola 90 yanlışdır. Ondan sonra irəli 50 verməliyik. Çünki yəni burada əslində normal olaraq biz görmürük ki, bu 50-dir, 40-dır, neçədir. Amma məntiq olaraq tuturuq ki, əgər bura 100-dürsə, bura nə olmalıdır? Bura da ondan biraz az olmalıdır. Yəni 50 olmalıdır. Ona görə irəli 50 verəcəyik. Deməli, sağa 90-dan sonra irəli 50 verəcəyik. Yəni bu variantlar doğrudur. Ondan sonra artıq bağa bu istiqamətdə dayanıbsa, yenə 90 dərəcə sağa dönməlidir ki, gəlsin bu istiqamətdə dayansın. Və sağa 90 hardadır? Deməli, sola 90-dır bu. C variantı getdi sağa 90. Ondan sonra irəli 100 yenə. İrəli 100 addım. Sonra artıq bu istiqamətdə dayanıbsa, sağa yox, bir dəfə sola 90 dərəcə olmalıdır ki, artıq bura dönsün. Deməli, sola 90 və irəli 50 və istiqamətimizi artıq biz bura tutmalıyıq deyə sola 90 dərəcə olmalıdır ki, yəni artıq sola 90 dərəcə dönsün. Və bu həmişə 4 dəfə təkrarlanır deyə artıq misal üçün baxın bura, bağanın istiqaməti yenə bu formadadır. Doğru cavab olacaq nə? B variantı. Davam edək 14-cü sualdan. 14-cü sual yenə alqoritmlə bağlı bir sualdır. Yadda saxlayın ki, əgər bir kökaltı ifadə verilibsə, onun burada dərəcəsində cüt qiymət və tək qiymət yazıla bilər. Məsələn, 12 olsun, 13 olsun. Əgər dərəcə təkdirsə, o zaman xətti alqoritm, əgər dərəcə cütdürsə, o zaman budaqlanan alqoritm olmuş olacaq. Siz də burada diqqət eləməlisiniz. Dərəcə nədir? Tək. O zaman nə olacaq? Düzgün cavab xətti alqoritm olmuş olacaq. 10-cu suala baxaq. Proqram təminatı mövzusuna aiddir. Sualımız uyğunluq tələb edir. Əməliyyat sistemləri, mətin prosesorları və nədir? Bir də ki, elektron cədvəllər. Ümumiyyətcə biz bilirik ki, proqram təminatı 3 hissəyə bölünür. Sistem proqram təminatı, tətbiqi proqram təminatı və instrumental proqram təminatı. Sistem proqram təminatının əməliyyat sistemləri, baza proqramları və təbii ki, baza proqramlarda özləri bir neçə qrupa bölünür. Bir də servis proqramları var. Tətbiqi proqramlarda tərkibi var. Təbii ki, instrumental da tərkibi var. Biz onların daha da mərkəzinə getmək lazım deyil. Əməliyyat sistemi sistem proqram təminatına aiddir və burada da Linux. Təbii ki, Unix var, MS-DOS var, Windows var və s. Bizdə burada yalnız B variantını, Linux'u verib. Mətin prosesorları tətbiqi proqram təminatına aiddir və burada B variantı uyğun gəlir. Elektron cədvəldə yenə tətbiqi proqram təminatına aiddir. Bizə C variantına uyğun gəlir. Düzgün cavab B-dir. 7-ci sualla davam eləyək. Python-da yazılmış proqram fraqmentinin icrasından sonra çap olunacaq ədədlərin cəmini tapın deyir. Deməli, burada F1 çağırılır və bir dənə fikir verək bu def funksiyasının içərisinə. Əgər mən bura n-lə çağırıramsa, n-i çap eləyəcəm və həmin n ədədinə uyğun bir dəfə üzərinə 1 gəlməklə, bir dəfə 3 gəlməklə, əgər 5-dən kiçikdirsə, yeni ədədlər düzəldib, yəni 1 vahid böyük və 3 vahid böyük ədədləri tapıb, onları yenə çağırmalıyam. Gəlin elə 1 ilə başlayaq. F1 ilə əgər mən çağırma eləsəm, bu ümumiyyətlə istənilən çağırmada əvvəlcə çap eləyir, sonra yeni çağırma düzəldir, düzdürmü? Ona görə mən, yəni çap olunacaq ədədləri yazmaq əvəzinə hansı çağırmalar edildiyinə baxacağam. Yəni, 1 ilə daxil olmuşam deyə 1-i çap eləyəcəyini bilirəm. Yeni ədədlər hansı çağırmalar olacaq, onlara baxmalıyam. Bu belə. İndi 1 5-dən kiçikdirmi? Bəli, yəni bu hissəsini ən sonda hesaba qatacağam. Gəlirəm bu hissəyə, ən çox bura fokuslanacağam. 1 5-dən kiçikdirmi? Bəli. Deməli, F1-ə görə bir dəfə 1 üstə gəl 1, 2. Bir dəfə də 1 üstə gəl 3, 4. 2 və 4 çağırmalar eləyəcək. İndi baxaq görək 4 hələ ki yaddaşımdadır, bu qalsın. 2-nin çağırmalarına baxaq. 2 ilə daxil olsam, 2 5-dən kiçikdirmi? Bəli. Onda F3 çağırmasını eləyəcək. Bir dəfə də deməli 2 üstə gəl 3, 5. F5 çağırması eləyəcək. İndi yenə deyirəm, F5 yadımda qalsın. İndi F3-ün çağırmalarına baxıram. F3 ilə çağırsam 3 5-dən kiçikdirmi? Bəli. Onda 3 üstə gəl 1 nə eləyəcək? 4. F3 öz-özlüyündə F4-ü çağıracaq və 3 üstə gəl 3, 6. Deməli, F6 çağırmasını eləyəcək.
Sonra gəlirəm, yenə deyirəm, F6 yenə yadımdadır. Geriyə qayıdacağam, narahat olmayın. F4-ün çağırmalarına baxıram. F4-ün çağırmaları necə olacaq? 4 5-dən kiçikdirmi? Bəli. Ona görə 4-ün üzərinə 1 gələcəm, 5. Bunları nəzərdə tuturam dostlar. Üzərinə 1 və ya da 3 gəlməyi. 4-ün üzərinə 3 gəlirəm, 7. F7. Deməli, bir dəfə 5 oldu. Bir dəfə də 7 oldu. Bu belə. İndi gəlirəm bura. F5 N5-dir, düzdürmü? 5 5-dən kiçikdirmi? Xeyr. Ona görə bu əlavə 5 F5 yeni çağırma düzəltməyəcək. Yəni yeni funksiya çağırmayacaq. Və yaxud da 7 də həmçinin. 5-dən kiçik olmadığına görə, ona görə yeni çağırma eləməyəcək. 5 ilə 7 bu şəkildə, yəni burada artıq bitdi. İndi geri qayıdıram. Baxın, F4-ü həllədim, F3-ü həllədim, F2-ni həllədim. İndi 6 5 4-ü həlləməmişəm. 6-ya baxıram. 6 ilə daxil oldum. Yenə deyirəm, buradakı F-lərin hamısı çağırılan zaman print olunur. Ona görə mən sadəcə çağırılmalara baxacağam. F6. F6 6 5-dən kiçikdirmi? Xeyr. Deməli F6 da öz-özlüyündə yeni funksiyalar, yəni funksiyaları yenidən çağırmır başqa qiymətlərlə. Onları çağırmayacaq. Sadəcə yəni burada bitdi. Çap edəcək, bitdi. Gəldim F5-ə. F5 də həmçinin 5-dən kiçik olmadığına görə yeni funksiya çağırmayacaq. Gəldim F4-ə. F4 amma 5-dən kiçik olduğuna görə çağıracaq. Yəni F4 öz-özlüyündə 4 üstə gəl 1 5-i və 4 üstə gəl 3 7-ni. Bunları çağıracaq. Başqa da bir şey çağırmayacaq. Və görürəm ki, başqa heç nə qalmadı deyə burada gördüyüm bütün ədədlərin hamısını toplayacağam. Amma necə? Misal üçün, əvvəlcə 1 çap olunacaq. Sonra 2 çap olunacaq. Sonra 3 çap olunacaq. Sonra 4 çap olunacaq. Sonra 4-ün düzəltdiyi 5-dən 7 çap olunacaq. Ondan sonra gəlirəm nəyə? Qayıdıram bu F6-ya. F6 çap olunacaq, yəni 6 çap olundu. Sonra 6-dan, elə ki 6 nəyin məhsuludur? 3-ün məhsulu, düzdürmü? Amma 3-dən əlavə olaraq F5 də var burada. 5 çap olunacaq. Ondan sonra qayıdıram bura. 7 çap olunacaq. 5 çap olunacaq və 4 çap olunacaq. Bu şəkildə. Yəni çap olunma ardıcılığı bu şəkildədir. İndi gəlin bunları cəmləyək. 1 üstə gəl 2. 3, 3 üstə gəl 3, 6, üstə gəl 4. 10, üstə gəl 5. 15, üstə gəl 7. 22, üstə gəl 6. 28, üstə gəl 5. Deməli, 33, üstə gəlsin 7. 40, 40 üstə gəl 5. 45, 45 üstə gəl 4. 49. Deməli, bu ədədlərin cəmi nə olacaq? 49 olacaq. Əvvəlcə deyim ki, bunların hamısı yanlışdır bu variantların. Cavab 49. PDF-də isə cavab 49 olaraq qeyd olunacaq. Belə. Keçək 10-cu üzrdən növbəti suala. Bu da bir təyinat məsələsidir. Təyinat məsələsini həll edərkən diqqətli analiz eləmək lazımdır yoldaşlar. Analiz etmək diqqətli nə deməkdir? Cavablara diqqətli baxmaq lazımdır. Məsələn, sənə cavabda nə verib, nə istəyir, sənin sualın nədir? Hər zaman bu şeylərə diqqətli baxmaq lazımdır. İlk öncə mən nəzərdən keçirirəm nəyi? Baxıram ki, burada mənə n daxil edilib, n veriblər və n-in 50 ilə müqayisəsi var. Mən tutaq ki, n-ə 1 vermişəm. P sıfırdır. Deyirəm ki, 1 kiçikdir bərabərdirmi 50-dən? Bəli. Və məsələn, A klaviaturadan daxil edən ixtiyari ədəddir. Məsələn, A üçün bir 7 ədəd daxil edirəm. Gəlirəm, 7 böyükdürmü sıfırdan? Hə deyirəm. Hə dediyim halda gəlib artıq bu qola düşürəm. T-nin qiyməti nə idi? 0. 0 bərabərdirmi sıfıra? Hə. Hə dediyim üçün B-yə A-nın qiymətini, yəni 7-ni mənimsədirəm. T də artıq 1 olmuş olur. Davam edirəm. Təbii ki, davam etməmişdən öncə burada n-i bir vahid artırmalıyam. N-in ilkin qiyməti 1 vermişdim. Bir vahid artırdım, 2 oldu. Tamam mı? İndi davam edirik. 2 kiçikdir bərabərdir 50-dən. Bəli deyirəm. A üçün bir mənfi 3 ədədi verirəm. Mənfi 3 tam ədədi verirəm. Deyirəm ki, mənfi 3 böyükdürmü sıfırdan? Yox. Yox deyirəm. Gəlirəm, mənfi 3 yox olub burada. Mənfi 3 kiçikdirmi sıfırdan? Hə. Hə deyirəm, D-yə A-nı mənimsədirəm. Yəni, mənfi 3-ü mənimsədirəm. N-i də yenə bir vahid artıram, olur 3. Sonra məsələn, 3 kiçikdir bərabərdirmi 50-dən? Burada bir dənə mənfi 7 daxil edirəm. Mənfi 7 böyükdürmü sıfırdan? Yox. Mənfi 7 kiçikdirmi sıfırdan? Hə. D də bərabərdir, mənfi 7 etmiş olur. N də bərabərdir, 4 olur.
Fikir verin, əvvəl -3 idi D-nin qiyməti, indi -7 aldı. Deməli, hər dəfə mən -7 verdikcə, mənfi dəyər verdikcə D öz qiymətini dəyişəcək. Daha sonra mən neçə dənə ədəd verirəmsə, ən sonuncu mənfi ədəd olmuş olacaq. Deməli, D və bu ən sonuncu mənfi ədədi alır. İndi bir dənə də müsbət məsələn 12 verirəm. Tamam. 12 böyükdürmü 0-dan? Bəli. Gəlirəm bura. 1 bərabərdirmi 0-a? Yox. Yox dediyim halda gəlirəm artıq bura. Sənin B-in ancaq və ancaq 7-ni almış olacaq. Deməli, bu isə ilk müsbət qiyməti almış olacaq. Deməli, klaviaturda ixtiyari daxil edilən ədədlər içərisində ilk müsbət qiyməti və sonuncu mənfi ədədlərin cəminin yarısını ekrana çıxış edir və 50 ədəd içərisindən. Bu belə. Gəldik 8-ci suala. Nə deyir burada? A B-yə implikasiya eləyir və bu ifadənin özü də A-ya implikasiya eləyir və onları nə etmək lazımdır? A-la hasilini tapmaq lazımdır. Yəni bu, baxın bu şəkildə bir şey deməkdir. Bu ifadəni nə etmək lazımdır? A-ya vurmaq lazımdır. İndi gəlin bir şey nəzər yetirək. Bu ifadənin öz-özlüyündə mənası A-nın inkarı ilə B-nin özünü cəmləmək deməkdir. Və bu da implikasiya eləyirsə, onda bu ifadənin inkarı ilə A-nı cəmləmək deməkdir. Bu belə. Və bu ifadəni nəyə vurmalıyıq biz? A-ya vurmalıyıq dediklərinə görə. İndi gəlin bunu sadələşdirək. A-nın inkarı üstə gəlinsin B-nin, bu ifadənin inkarı nəyə bərabərdir? A-nın inkarının inkarı A verəcək mənə. Deməli, toplamanın əksi hasildir, vurmadır. B-nin isə əksi, B-nin əksidir. Bu şəkildə. İndi bununla razılaşdıq. Və deyir ki, bu ifadəni, yəni bu inkar olan bu ifadəni A-dan toplamaq lazımdır. Yəni, A vurulsun B-nin inkarı üstə gəlsin A-nı, vurmalıyıq nəyə? A-ya. İndi əvvəlcə onu deyim ki, bu ifadəni sadələşdirək. Buradan hər iki tərəfdə A var, düzdürmü? A-nı çölə çıxartsaq, B-nin inkarı üstə gəlinsin 1 alınır. Və buradakı B-nin inkarı və yaxud da B-nin özü fərqi yoxdur. 1 ilə istənilən hər hansı məntiq ifadəni toplayanda cavab nə edəcək? 1 eləyəcək. Ona görə bu ifadənin mənası nədir? Elə 1-dir. Yəni, true qaytarır. Deməli, A vurulsun, A alınacaq. İndi, A-nın yerinə siz 0 qoysaz, 0 vur 0, 0 verəcək. Yəni, A 0 olsa belə olacaq, düzdürmü? B-nin yerinə, B nədir burada, üzrü sayın? A-nın yerinə 1 qoysaz, 1 vur 1 nə olacaq? 1 olacaq. Yəni, 0 olanda hasil 0 eləyəcək, 1 olanda hasil 1 eləyəcək. Yəni, həmişə cavabı mənə qaytaracaq, A qaytaracaq. Yəni, A-nı A-ya vuranda, baxın, bu ifadənin mənası mənə həmişə nəyi qaytarır? Elə A-nın özünü qaytarır. Yəni, doğru cavab olacaq C variantı. 16-cı sualdır. Biz bura 0, 1, 2 və 0, 1 yazıram. Təbii ki, davam edirəm. X kvadratı plus 3x plus 1 bərabərdir 5y plus 6. Deməli, bu tərəfə keçsə, 6-ın bu tərəfə keçsin. Təbii ki, bu tərəfə də keçsə bilərəm. Sizin necə istəyir? X kvadratı plus 3x minus 5 bərabərdir 5y. Baxın, mən nə görürəm? Mən burada görürəm ki, x və y-in ən kiçik qiymətlərin cəmini istəyir bizdən. Ən kiçik bu x 4-də alıb, x 4-dən böyük bərabər olmalıdır. Y də 7-dən böyük bərabər olmalıdır. Məsələn, y-ə 7 ver. Niyə görə? Çünki 3 ola bilməz, üçlük say sistemində 3 yoxdur axı. Heç əsasda özü olmur axı. Əsas varsa burada özü olmur. Mən y-ə 7 versəm, 5 vurulsun, 7 35 olmuş olacaq. O zaman mən bura elə bir qiymət verməliyəm ki, 35 bərabər 30 olmalıdır, 35 olmalıdır. 4 versəm minimum. 4-ün kvadratı 16 edir. 16 üstünə gəlirəm 12, 28 edir. 28-dən 5 çıxanda 23 edir. Mənim işimə yaramadı. O zaman mən 5-i verim. 5-in kvadratı 25. 25-in üstünə 15 gəl. Eləsin 40, 40-dan da 5 çıx 35. Deməli, nə imiş? Biri 5 imiş, biri də 7 imiş. Bunların da cəmi 12-yə bərabər imiş. Düzgün cavab A variantı olacaqdır. 13-cü sualla davam eləyək. Təqdim olunan qraf modelinin qonşuluq matrisinə əsasən müəyyən eləyin. Deməli, bu qonşuluq matrisində ümumiyyətlə, daha doğrusu qrafın qonşuluq matrisinə çevrilməsində sıfırların və birlərin sayını tapmaq üçün əvvəlcə siz tillərin sayını bilməlisiniz. Və bu tillərin sayını ehtiyatla sayanda 23 dənə til olduğunu görürsünüz.
İndi yadda saxlayın, bir istiqamət 1 deməkdir. Yəni bir vahid deməkdir qonşuluq matrisində. Deməli bir istiqamət nəyə ekvivalent oldu? Qonşuluq matrisində bir vahidə bərabər oldu. Ona görə buradakı 23 dili varsa, hər birinin 2 istiqaməti varsa, onda burada 46 ədəd 1 var. Deməli 46 ədəd nə oldu? Birlərin sayı oldu. 2-yə getdi B variantı. Sıfırların sayını tapmaq üçün isə biz qonşuluq matrisində bilirik ki, n dənə təpə varsa, n-in kvadratı qədər xana vardır. Təkrar edirəm. N dənə təpə varsa, n-in kvadratı qədər xana vardır. İndi burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə təpə varsa, onda bu 100 dənə, yəni onun kvadratı qədər nə var? Xana vardır. Əgər bu xanaların 46-sı 1-dirsə, onda 100 çıxılsın 46-sı, yəni 54 dənəsi nə olacaq? Sıfırların sayı olacaq. Yəni doğru cavab 1-ə nə getdi? D variantı getdi. 1D, 2B olacaq. İndi isə bu suala nəzər yetirək. Nəticəni istəyir. İlk öncə separatordan danışaq. Separator bir ayırıcıdır. Nə işə baxır? Minimum iki ifadə arasında yəni tərkibində verilən simvolu minimum iki ifadə arasında yazır. Yəni bir dənə ifadə olarsa onun içərisində yaza bilməz. İndi A plus B. A dəyişəninə böyük A sətri mənimsədilib. Yəni dırnaqda A plus B. Dırnaqda B. Sətirlər toplanılarkən onlar bir-birinə yapışır. Ona görə də mən burada C variantını və D variantını çıxardıram. Qalan variantda qalır. Separator ayrıcıdır və vergüllər arası eşidir. Təbii ki, burada və burada olmuş olacaq. Bu vergül isə B ilə separasını ayırmaq üçündür. Deməli, mən burada ulduz eləyəcəm. A olduğu kimi çap olunur. A sətri, ulduz və B sətri olduğu kimi çap olunur. Deməli, nəticə B variantı olmuş olacaqdır. Keçək. 15-ci sualın icrasına baxaq. Python-da yazılmış proqramın icrasından sonra ekrana nə çap olunar? Ümumiyyətlə, burada bir siyahı verilib mənə və deyir ki, bunu çap elə. Və burada görürəm ki, bu funksiyaya x ilə girir. Bəs lab x nə iş görür? Lab x görürəm ki, A listi ilə içəriyə girir. Deməli, bu listin üzərində bir-iki şey görür. Bir-iki dəyişiklik eləyir. Necə bir dəyişiklik baxaq? Deməli, hər hansı bir siyahını, listi götürür, hər bir elementinə bundan toxunur. Yəni, Linux nə deməkdir? Linux o deməkdir ki, sıfırdan uzunluğuna qədər get. Və bilirəm ki, uzunluğa qədər gedirəmsə, sonuncu mən ədədimi götürməyəcəm. Tutaq ki, uzunluğu 5-dirsə, 5-i götürməyəcəm. Bir vaidkəm 4-ü götürəcəm. Düzdürmü? Əla. İndi və bu nə deməkdir? Biz dedik, for in range sıfırdan uzunluqdan bir vaidkəmə qədər bütün rəqəmlərin hamısına bax. Və görürəm ki, burada həmin o rəqəmləri, həmin o sıfırdan uzunluqdan bir vaidkəmə qədər olan ədədlərin hamısına başlayır indeks olaraq götürür. Yəni xi bərabərdir xi-nin kvadratı bölünsün 2. Baxın bu hissə. Deməli, bu dolayısıyla nə etmiş olur? Bütün indekslərlə, yəni toxunur, hamısına, bütün indekslər vasitəsilə bütün elementlərin hamısına, siyahın elementlərinin hamısına toxunur və onlar üzərində belə bir əməliyyat yerinə yetirir ki, həmin indeksli elementlərin hamısını kvarta yüksəlt, çünki 2 ulduz 2 nə deməkdir? Kvarta yüksəltmə deməkdir. Kvarta yüksəlt və 2-yə böl deməkdir. Deməli, mən nə edəcəm? Bir siyahının bütün elementlərin hamısını kvarta yüksəldəcəm və 2-yə bölə-bölə, tam bölə-bölə gedəcəm və onları əvəzləyəcəm. Tutaq ki, bu siyahına mən əgər girmişəmsə, misal üçün lab A nə deməkdir burada? Bu siyahı ilə bura gir, bu funksiyaya gir. Və 1-in kvarta yüksəlt 1. 1-i böl, yəni həmin kvadrat ifadə var, onu böl 2-yə, tam böləmə. Deməli, 1-i 2-yə bölündə tam hissə 0. Deməli, artıq mənim yeni funksiyam nə olacaq mənim? Daha doğrusu listim nə olacaq mənim? Birinci elementi 0 olacaq. Gəldim 2-yə. 2-nin kvadratı nə olacaq? 4. 4-ü 2-yə böl 2. 3-ün kvadratı 9. 9-u 2-yə böl 4. Yəni 4 tamına qədər düşür. Deməli, tam hissə nədir? 4-dür. 4-ü kvadratı yüksəlt 16. 16-nı 2-yə böl 8. 5-i kvadratı yüksəlt 25. 25-i 2-yə böl 12. Yəni burada tam hissələrdən söhbət gedir. Təbii ki, bilirik ki, 45-i 2-yə böləndə, daha doğrusu 25-i 2-yə böləndə 12,5 düşür. Amma biz tam hissələri götürürük. Çünki 2/ tam hissə deməkdir. Bu belə. Və deməli, bu mənim artıq nə oldu? Yeni bir siyahım oldu. Deməli, bu siyahını nə edəcək? Return eləyəcək. Bu qədər. Deməli, bu funksiya bu işi gördü. İndi mənə deyir ki, print A üstə gəlinsin yeni list, yeni siyahı. Yəni A nə idi məndə? 1, 2, 3, 4, 5, düzdürmü? Elementlər bunlar idi. Artıq mən bu siyahının üzərinə
bu əldə etdiyim yeni siyahını gəlsəm, 1, 2, 3, 4, 5-in üzərinə 0, 2, 4, 8, 12-ni gəlmiş olacam. Belə. Aydındır mı bura qədər? Və yeni cavabım nə olacaq mənim? 1, 2, 3, 4, 5, 0, 2, 4, 8, 12. Yəni A variantı. Buradakı toplamanı siz iki siyahının birləşməsi kimi nəzərdə tutmalısınız. Təkrar edirəm, toplamanı iki siyahının birləşməsi kimi nəzərdə tutmalısınız. Sanki append kimi. Yəni bir siyahını digərinə append elə. Keçək növbəti suala. ABC-də məntiqi burada S yoxdur. S verilib, amma özü yoxdur burada. Ola bilər, yəni bilirsiniz, imtahandan çıxanda bəzi riyazi fəndi, bəzi şeyləri yadda saxlamaq çətin ola bilər. Deməli, məntiqi dəyişən necə müxtəlif qiymətində bu tənliyin həlli var. Mən burada implikasiyanı görürəm. Mən burada sizin üçün implikasiya cədvəlini qeyd edəcəm. A, B. Deməli, A implikasiya B. Çox gözəl. Baxın, 1, 1, 0, 0, 0, 1, 0, 1. Deməli, mən nə edirəm? İmplikasiya yalnız və yalnız 1-0 halında 0 alır. Qalan bütün hallarda 1 alır. Deməli, 2 dənə ifadəm varsa, A və B-dirsə, A və B-dirsə, deməli, 2 üstündə 2, mənim 4 dənə ifadəm var burada, 4 dənə qiymətim var. Bu 4 dənə qiymətdən 3-ü doğru, biri də yalandır. Biri də yalandır. Deməli, mənim burada 3 dənə doğru qiymətim olmalıdır ki, bu sıfıra, yalanlara implikasiya yazsın və 0 alsın. Tamam. İndi gəlirəm. Məndə bu nədir? Hasildir. Konjunksiya. Bu disjunksiya, bu konjunksiya. Konjunksiya yalnız 1 halında 1 alır. Qalan bütün hallarda 0 alır. Burada neçə dənə ifadə var? A, B, D. Yəni 2 üstündə 3. 8 dənə. Bu 8 dənədən bir dənə doğru var, 7 dənə yalan var. Deməli, məndə isə burada 7 dənə yalan olmalıdır. Deməli, bizdə neçə müxtəlif qiymətdə 3 plus 7, yəni 10 müxtəlif qiymətdə ifadənin həlli, tənliyin həlli mövcud. 17-ci sualına davam eləyək. Uyğunluğu müəyyən eləyin. İnformasiyanın xassələri, növləri və prosesləri ilə bağlı bir sualdır bu. Deməli, xassələr deyəndə informasiyanın aktuallıq xassəsi var, obyektivlik xassəsi var. Yəni bunlar nəzərdə tutulur. Deməli, B ilə D hara gələcək? Xassələrinə B və D. Belə. İnformasiyanın bəs növləri nə deməkdir? Taktili informasiyanın növüdür və səs informasiyanın növüdür. A və C. Amma Y isə ötürülmə informasiya prosesinə aiddir, yəni Y-də olacaq 3-cüyə. 1-ə B-dir, 2-ə A, C, 3-ə isə Y variantı. Keçək 21-ci suala, HTML bölməsindən olan bir sualdır, uyğunluqdur. Bizə nə deyib? Bizə deyib ki, informasiya cəmiyyəti. Aha, burada B tətbiq olunub. B tagi, bold, qalın yazmaq üçün. Bold'un analogu strong tagidir. Strong tagidir. Bunu da yadda saxlayaq. O da qalın şriftlə yazmaq üçün istifadə olunur. Deməli, ümumi informasiya cəmiyyəti, opşi, hamısı birlikdə qalın yazacaq. Yalnız və yalnız cəmiyyəti sözünün altından üzdən cəmiyyəti sözü italik yazılacaq. Deməli, birə nə olacaq? Birə uyğun cavab A olmuş olacaq. Daha sonra baxıram, U, underline, altdan xətdir. Deməli, opşi altdan xət olmuş olacaq və opşi italik olacaq. Fikir verin, opşiyə tətbiq olunub. Deməli, 2-yə B variantı uyğun gələr. Bu arada, bunlar bir-birindən ayrı olmalıdır ki, belə ayrı çıxsın. Əgər bunlar bir-birinə bitişikdirsə, nəticədə də bitişik olmamalıdır. Yəni, ola bilər, redaktördə düzəldiləcək bu suallar və ictimaiyyətə biz göndərəcəyik qruplara. Daha sonra, buna baxaq. Mən görürəm ki, bold bu arada italikin analogu YM-dir. Bu da kursiv yazını təmin edir. Deməli, ümumi informasiya cəmiyyətinə bold tətbiq olunub. Əla. Mən A-nı, B-ni, C-ni atıram o tərəfə. Bircə təkcə cəmiyyəti sözünün altına xətt çəkilib. Ona görə burada da düzgün cavab A, B, D olmuş olacaq. A, B, D cavabı bizim sualımızın cavabıdır. Gəldik 18-ci sualın izahına. Python-da yazılmış proqram fraqmentinin icrası nəticəsində S dəyişəninin son qiyməti 17 olmuşdur. Daxil edilmiş n ədədinin ən kiçik ilkin qiymətinin rəqəmləri cəmini tapın deyir mənə. İndi, burada nə var? Gəlin baxaq. Görürəm ki, ədəd daxil olunur. Bir saniyə. Ədəd daxil olunur. Aha. Və S bərabərdə 0 deyilir. Tamam, bura qədər razıyıq. Deyir ki, nə qədər ki, mənim bu ədədim, yəni n-im 0-dan böyüksə, yəni dolayısıyla deməyə çalışır ki, nə qədər ki, ədədim əlimdə varsa, mövcuddursa, onda
K-ya, yəni K adlı bir yeni dəyişən var və buna həmin ədədin 7-yə bölməsindən alınan qalığı mənimsət. S-in üzərinə həmin bu K-nı gəl, yəni N-in 7-yə bölməsindən alınan qalığı gəl və N-i də ki artıq 7 dəfə azalt. Əla. Yəni 7-yə böl, tam hissəni tap. İndi bir şey nəzərdə yadda saxlamalısınız ki, bu üçlü onluq say sistemində olanda necə idi? Ona bölməsindən alınan qalıq 10. Baxın, bu şəkildə olanda necə anlayırsınız bunu? Bu şəkildə olanda mən bilirəm ki, bu rəqəmləri tapır. Sağdan başlayıb rəqəmlərə hamısına toxunur, düzdürmü? Onluq say sistemində. Əla, çox gözəl. Bəs bu 7 olsa necə? Yenə rəqəmləri tapır. Amma hansı say sistemində? 7-lik say sistemində. Çünki 7-lik say sistemində biz rəqəmlərə toxunmaq üçün 7-yə bölməsindən alınan qalığı tapmalıyıq və onu 7-yə tam bölməliyik. Həmin alınan nəticəni yenə 7-yə bölməsindən alınan qalığı tapacağıq. Yenə eyni temalar bu şəkildə. Deməli, burada K həmişə nə olacaq? 7-lik say sistemində, təkrar edirəm, 7-lik say sistemində olan bir ədədin rəqəmlərinə baxacağıq. Yəni, K onu bizə ifadə edəcək. Təkrara baxaq. Deməli, N-in 7-yə bölməsindən alınan qalıq və N-in 7-yə bölməsindən alınan tam hissə. Hər dəfə həmin o tam hissəni tapır, 7-yə bölməsindən alınan qalığı tapır. Bu sizə hansı alqoritmi xatırlatdı? Müəyyən onluq say sistemində olan bir ifadəni müəyyən, yəni 7-lik say sistemində olan bir ifadəyə keçirməyə bənzətdi. Yəni bu alqoritm. Ona görə bu üçlü mənə onu deyir ki, 7-lik say sistemində olan bir ifadəni nə ilə rəqəmlərini K-ya mənimsət. Və burada da deyir ki, həmin o 7-lik say sistemində olan bir ifadənin rəqəmlərini S-ə cəmlə. Və S-in əgər cavabı sonunda 17 olubsa, deməli bu 7-lik say sistemində olan ədədin rəqəmləri cəmi 17 imiş. Əla. Deməli, mən bilirəm ki, 7-lik say sistemində bir ədədim var imiş. Amma bilmirəm bu necə ədəddir. Və bu ədədin rəqəmləri cəmi neçədir? 17-dir. Və soruşur ki, bu ədəd ən az nə qədərdir? Ən kiçik qiyməti nə qədərdir? Gəlin onu hesablayaq. Deməli, mən bilirəm ki, 7-lik say sistemində bir ədəd qurmalıyam, düzdür? Və mənim rəqəmlərim 7-lik say sistemində nələrdən ibarətdir? 0, 1, 2, 3, 4, 5, 6, düzdürmü? Əla. İndi bunlardan mən ədəd düzəltməliyəm, amma ən kiçik ədəd düzəltməliyəm. Ona görə gəlin çalışaq ki, ən böyük rəqəmləri sağ tərəfə itələyək. Yəni, sağ tərəfdə qalsın ən böyüklər. Çünki qabağa getdikcə ədəd böyüyür. Ona görə mən bütün böyük rəqəmlərin hamısını sağ tərəfə qoyacağam, kiçikləri isə sol tərəfə qoyacağam. Və başlayıb sağdan ədədimi düzəltməyə çalışıram. Gəlin ən böyük rəqəmlə başlayaq ki, qabağa çox güc düşməsin. Yəni, ədədin ön tərəfinə, sol tərəfinə çox yük düşməsin. Yəni, 6 ilə başlayıram. Son rəqəmim 6-dır. Deyirəm ki, 17 düzəltməyə çalışıram, düzdürmü? Ona görə bir dənə də 6 əlavə edirəm. Çünki başqa yoxdur axı, 7 olsaydı inanın ki 7 qoyardım, amma 7 yoxdur. 10 olsaydı inanın 10 qoyardım, amma 10 yoxdur. Deməli, 6 qoydum, oldu 12. Deməli, 12 üzərinə mən əlavə nə gəlməliyəm ki, 17 olsun? 5 gəlməliyəm. Deməli, mənim 7-lik say sistemində olan ədədim nəymiş? 500, yəni 5, 6, 6 imiş. Belə. Amma yadda saxlayın, bura mən ədədi elə 7-likdə daxilləmirəm. Bura daxil olan ədəd elə məhz onluq say sistemində olan ədəddir. Yəni, mənim rəqəmim budur, ədədim budur, amma bu 7-lik say sistemində belədir. Amma mən daxil eləyəndə onluq say sisteminə daxil eləyirəm. Və buna görə də bunu nəyə çevirməliyəm? Onluq say sisteminə çevirməliyəm. Deməli, 5, 6, 6, 7-lik say sistemində. Bunu onluğa çevirəndə 0, 1, 2 şəklində nömrələyirəm və 5 vurulsun 7-nin kvadratı, üstə gəlinsin 6 vurulsun 7 üstü 1, üstə gəlinsin 6 vurulsun 7 üstü 0. Bu şəkildə yazdım. Burada 49 vurulsun 5, üstə gəlinsin 42, üstə gəlinsin 6. Bu şəkildə yazıram. Və 49-u 5-ə vuranda 245 eləyir. Üstünə gəlinsin 48. O da bərabər nəyə? 293-ə. Və bunun da rəqəmləri cəmi nə qədərdir? 2 üstə gəl 9, 11, üstə gəlsin 3, 14. Yəni Y variantı. Məndən çünki rəqəmləri cəmini istəyir. Belə. Sual 1-də alqoritm sualdır. Bizə deyir ki, blok sxemdə Y və X, əvvəlcədən onu vurulum ki, bu Y, bu da X olmalıdır. Aha, daha sonra onu deyim ki, bizdə 148 X-in dəyəridir, Y-in dəyəridir, 5 isə X-in dəyəridir. İndi, bizə 148 Y-ə, X-ə isə 5 verib. Deməli, ilk öncə Y bərabərdir 148 bölünsün 10 plus 5 mod 10 etməliyik. 148-in 10-a bölünməsindən alınan tam hissə 14-ü bizə verəcək.
5-in 10-a qalxıb bölünməsində isə nəticə bizə 5-i vermiş olacaq. Burada nəticə 19 olacaqdır. Yadınızı saxlayın yoldaşlar. A mod B halında əgər A B-dən kiçikdirsə, nəticə hər zaman A olur. A böl B halında əgər A kiçikdirsə B-dən, nəticə hər zaman 0 olur. Bunları yadınızı saxlayın. İndi davam eləyək. Şərtimizdə x plus y 3-dən kiçikdir, bərabərdirmi? X-in dəyəri bizdə 5-dir. Y-in dəyəri də artıq biz burada tapdıq 19. 19 ilə 5-in cəmi 3-dən kiçik bərabərdirmi? Yox. Yox dediyimiz üçün yox qolunda x bərabərdir. X minus 2 var. O zaman 5-i 2 vahid azaldacam, olacaq 3. Deməli, sonra dövrümüzə qayıdırıq. Qayıdırıq, yenidən burada y-i icra edirik. İkinci dövrümüzdə y bərabərdir. Y-in son qiyməti 19 idi. 19-u 10-a bölürəm. X-in də son qiyməti 3 idi. 3 mod 10 eləyir. Burada da 1 plus 3 etmiş olur 4. Davam edirik. 4 plus 3 kiçikdir, bərabərdirmi 3-dən? Yox. X-i 2 vahid azaldıram, olur. 3-dən 2 çıxanda 1. Yenidən dövrümə davam edirəm. Y bərabərdir. 4 bölünsün 10 plus 2 mod 10. Bir dəqiqə. Bizdə nə olmalıydı? 3-dən 2-ci çıxanda 1 etməlidir. Sorry. 1 mod 10. Bu da eləyəcək 1. Deməli, 1 plus 1 kiçikdir, bərabərdir 3-dən. Hə deyirik. Hə dedikdən sonra hə qolunu icra etmək lazımdır. 1 plus 10 mod 7, yəni 11 mod 7. 11-in də 7-yə bölünməsini alınan qalıq bizdə 4 nəticəsini vermiş olacaq. 19-cu sualla davam eləyək. Onluq say sistemində verilmiş 64 üstü 5, üstə gəl 4 üstü 3 çıxılsın 1 çıxılsın x ədədinin dördlük say sistemindəki ifadəsində 12 ədəd 3 rəqəmi mövcuddur. X-in ən kiçik qiymətini müəyyən edin. Gəlin əvvəlcə bunu 4-ün qüvvətləri şəklində göstərək ki, dördlük say sistemində ifadəmizdə daha rahat olsun bizə. Yəni 64-ü 4 üstü 3 şəklində göstərirəm və bunun üstünə də 5. Bu 4 üstü 3 olduğu kimi qalsın, çıxılsın 1, çıxılsın x. İndi bu da bərabər nəyə? Öz növbəsində 4 üstü 15, üstə gəlsin 4 üstü 3, çıxılsın 1, çıxılsın x bu şəkildə. Bu da 15-ci mövqedə 1, 14-cü mövqe yoxdur, 13 yoxdur, 12 yoxdur, 11, 10, 9, 8, 7, 6, 5, 4. 3-cü mövqedə 1 var, 2 yoxdur, 1 yoxdur, 0 yoxdur. Bu şəkildə. Yəni, dördlük say sistemində bu ifadə bu cür təyin olunur, yəni göstərilir. İndi çıxılsın 1 deyilir mənə, yəni bundan 1 çıxmaq lazımdır. Əgər 1 çıxsam, 0-dan 1 çıxsam, çıxa bilmirəm. Ona görə buradan mən 4 verirəm bura. Buradan da həmçinin 1 verəcəm bura, buradan da 1 vaid verəcəm buna. Yəni, 4-lük verirəm bura. 4-dən 1 çıxanda 3 qalacaq. Buradakılar da zaten sağa ötürdüklərim üçün 3-lər qalır. Bu 1-in də yerinə qalır, heç nə, 0 qalır. Bunlar isə öz növbəsində nədir? 0-lardır. Bu şəkildə. Belə. Deməli, mənim buradakı yekun nəticəm nə oldu? Bu formada oldu. İndi mənə nə deyir? Deyir ki, x-i siz elə ən kiçik qiymətini tapın ki, 12 dənə 3 rəqəmi mövcud olsun. Deməli, mənim x-in ən kiçik qiymətini tapmalıyam ki, yəni elə bir ən kiçik qiymət çıxmalıyam ki, bu yekun nəticədən. Onda mənim 12 dənə nəyim qalsın? 3-üm qalsın. Gəlin belə deyək, başdan başlayaq, yəni soldan başlayaq, 3-ləri düzək geçsin. Yəni 3-lər düzülsün. Necə yəni? Yəni 3-ün biri bura, biri bura, biri bura, biri bura, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bunların hamısı 3 olsun. Bu şəkildə deyək. Və bu da təbii ki, öz növbəsində 1 olacaq. Düzdürmü? Əla. Deməli, mən bu biri deməli, sıradan çıxartmaq üçün, yəni 1-i 0 eləyib, bu 1-i sağlara vermək üçün, hər dəfə sağa ötürməyim üçün, buradakı 0-dan nəsə çıxmalıyam ki, bu məcbur qalıb özündən əvvəlki 1-i oynatsın yerindən. Nə deməyə çalışdığımı başa düşməyə çalışaq. Baxın, deməli, 0-dan nəsə çıxmalıyam ki, bu 1 yerindən oynasın. Yəni 1 sağa ötürülsün və yerində 3 dayansın onun. Bu şəkildə. Ona görə burada bundan ən azından mən nə çıxmalıyam? 1 çıxmalıyam. Tamam müəllim, onda gəlin belə eləyək. 1
0, 0, 0. Bu şəkildə bir şey çıxaq. Xeyr. Çünki mən bunu çıxsam, artıq 3-dən 0 çıxanda yenə 3 qalacaq, bu da 3 qalacaq, bu da 3 qalacaq. Artıq mənim 12 üstə gəlsin 3, 15 dənə 3-üm olacaq. Ona görə bu 3-lərin də yerindən oynaması üçün bunlardan da mən nəsə çıxmalıyam. Onda mənim 3-ün birbaşa özünü çıxaq ki, 3 qalmasın da. Xeyr. Çünki ədəd böyüyür. X-in qiyməti böyüyür. Amma mən çalışıram ki, daha kiçik bir şey çıxım. Yəni, 3-dən mən ən az nə çıxa bilərəm ki, 3-ün qiyməti dəyişsin? Təbii ki, 1 çıxaram. Yəni, 3-lər artıq olsun 2. Bu da mənim işimə yarasın. Çünki burada artıq 12 dənə nəyim var imiş, 3-üm var imiş. Deməli, mənim yekunda çıxacağım ədədim nə imiş? 1, 1, 1, 1, 4 dənə 1. Yəni, 0, 1, 2, 3 ilə bunu onluq sayısını çevirsəm, çünki onluqda da axı bu ədədim, x-im onluqdadır. Çevirsəm, o da yiyəcək nə? Deməli, 64 üstə gəlsin, 16 üstə gəlsin, 4 üstə gəlsin, 1. Yəni, eləcək 85. Doğru cavab nədir? B variantıdır.